Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və RM Art Studionun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Vətənpərvərlik etüdləri layihəsi çərçivəsində Lənkəran şəhərində yaradıcı etüd ekskursiya reallaşdırılıb. Aygün Əzizovanın layihə rəhbərliyi ilə təşkil olunan tədbirdə müxtəlif yaş qruplarını təmsil edən 35 nəfər rəssam iştirak edib. Yaradıcı ekskursiya müddətində fırça ustaları Lənkəranın füsunkar təbiətini, şəhərin özünə məxsus tarixi memarlıq abidələrini və ecazkar mənzərələrini kətan üzərinə köçürərək öz fərdi yaradıcılıq üslublarında yeni əsərlər ərsəyə gətiriblər. Bununla yanaşı, rəssamlar üçün şəhərin tarixi və mədəni məkanlarına geniş maarifləndirici ekskursiya proqramı təşkil olunub. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova, açıq havada aparılan etüd çalışmalarının rəssamların peşəkar inkişafındakı əvəzsiz rolundan bəhs edib. Elnurə İskəndərova vurğulayıb ki, bu qəbildən olan layihələr Azərbaycanın zəngin bölgələrinin gənclərə tanıdılması, onların dünya görüşünün və bədii təfəkkürünün formalaşdırılması, eləcə də gənc nəslin dövlətçilik prinsiplərinə sadiq, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Daha sonra çıxış edən RM Art Studionun rəhbəri Rəsmiyə Mahmudova etüdlərin studionun fəaliyyət proqramında xüsusi yer tutduğunu qeyd edib. O, studionun yaradıcı kollektivinin bu cür praktiki dərslərə böyük önəm verdiyini bildirərək, Lənkəran etüdlərinin və burada yaradılan əsərlərin hər bir iştirakçının yaddaşında unudulmaz bədii iz qoyacağını və gələcək fəaliyyətlərinə yeni stimul verəcəyini vurğulayıb. Tədbirdə fəxri qonaq qismində Lənkəran İncəsənət Məktəbinin müəllimi Günay Talşinskaya, tanınmış ziyalı Elazə Ağayeva, Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova və tanınmış rəssam pedaqoq Zeynəb Allahverdili iştirak edərək gənc rəssamların əl işlərini yüksək qiymətləndiriblər. Mədəni tanışlıq və etnoqrafik proqram çərçivəsində layihə iştirakçıları Lənkəranın zəngin kulinariya irsi ilə də tanış olublar. Boranı restoranda qonaq olan rəssamlar bölgənin yerli təamlarından dadıb, səmimi ab-havada Samavar çayı ətrafında fikir mübadiləsi aparıblar. İştirakçılar arasında həmçinin voleybol turniri də təşkil olunub. Tədbirin yekununda iştirak edən rəssamlara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkdirilib.